Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə sizi növbəti verilişimizdə xoş gördük. Əziz möminlər və möminələr, Allah bu mübarək ayın hörmətinə tutduğumuz oruçları, elədiyiniz ibadətləri öz dərgahında ali dərəcədə qəbul eləsin. Bu mübarək ay çox əzəmətli bir aydır. Keçən söhbətlərimizdə də işarə elədik. Allahın Rəsulü Peyğəmbər sallallahu buyurur ki, ən bədbəxt adam bu ayda o adamdır ki, bağışlanmaqdan məhrum olsun. Yəni, ən bədbəxt insanların sırasındadır bağışlanmayan adam bu mübarək ayda. Mən inşallah bu bəhsimizdə, bu çəkilişimizdə orucun mənəvi yönlərinə hədislər vasitəsilə işarə edəcəm inşallah. Bir dənə hədisdə Peyğəmbər sallallahu həqiqi oruç tutanların orucu haqqında öz sahabəsi Cabir İbni Abdullah Ənsariyə belə buyurur. Cabirə deyir, Peyğəmbər sallallahu buyurur, öz sahabəsi Cabirə. Və ondan öncə bir dənə hədisə işarə edəcəm ki, orada xasa adamların orucunun fəziləti və savabı yoxdur. Peyğəmbər sallallahu buyurur, Əs-saimu fi ibadətin və in kana naimən ələ firəşihi. Deyir, oruç tutan adam ibadət halındadır. Hətta öz yatağında yatsa belə. Allah buyurur ki, bu adam ibadət halındadır. Maləm yəğtəb muslimə. Ta o vaxta qədər ki, bir müsəlmanın qeybətini eləmir. Bir kəs ki, qeybət eləyə, onun orucunun savabı yoxdur və orucu faydasız oruçlardandır. Və başqa bir hədisdə yenə Peyğəmbər sallallahu buyurur, Mən iğtabə imra'ən muslimən bətələ savmuh. Kim bir müsəlmanın qeybətini eləsə, onun orucu batil olar. Ona görə Əleyhisselam mübarək kəlamlarının birində buyurur ki, əgər sizin fikriniz mənəvi cəhətdən başqa üzvləriniz oruç döysə də, bədəninizə əziyyət verməyin heç bir mənası yoxdur. Ona görə biz diqqətli olmalıyıq bu ayda orucun mənəvi cəhətlərinə daha çox əməl eləyək, daha çox inşallah çəkinək Allahın bizə əmr elədiyi məsələlərdən ta orucumuz bizim mənəvi bir oruc olsun. İnşallah mən Peyğəmbər sallallahu Cabirə buyurduğu hədislə öz sözümü istəyirəm əziz qardaşlar üçün tamamlayam. Peyğəmbər Həzrəti Rasulullah, Allahın Rasulü Cabir ibn Abdullah Ənsariyə bu hədisdə belə buyurur. Buyurur ki, fəqalə buyurur, qalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm Cabir ibn Abdullah Əl-Ənsari deyir, ey Cabir, Haza şəhru Ramazan, bu Ramazan ayıdır. Mən samə nəhərəhu və qamə virdən min leylihi və əffə bətnəhu və farcəhu və kəffə lisanəhu xərəcə min zunubihi kə xurucihi minəşşəhr. Dedi, ey Cabir, bu ay Allah ayıdır, mübarək aydır, Ramazan ayıdır. Kim bu ayda günüzləri oruç tuta, gecələri oyaq qala, öz bədən üzvlərini, qarnını haramdan qoruya, iffətli ola, iffətini qoruya və dilini qoruya, bu ay sona yetəndə o adam günahlarından, o aydan xaric olduğu kimi günahlarından da o cürə xaric olar. Yəni mənəvi cəhətinə orucun riayət eləyər.
hədis burada qurtarmadı. Cabir Peyğəmbərə buyurdu ki, Ya Resulallah, ma əhsənə hazəl hədis. Nə gözəl sözdür bu söz. Peyğəmbər sallallahu əleyhi və səlləm, ya Cabir və ma əşəddu hazihi şurud. Amma bu şərtlər də çox çətindir. Görürsən ki, şeytan insanı vəsvəsə eləyir, orucun mənəvi cəhətləri qalır bir kənarda, insan yalnız iftarla, imsakla başını qatır və gününü keçirir. Allah'a ant verirəm izzət və cəlalı hörmətinə bizi bu ayda həqiqi oruç tutanlardan qərar versin. Və selamu aleykum və rəhmətullahi və bərəkətuhu.